Bürclərin 30 noyabr üçün ən düz pul plus uğur proqnozu. Qoç, gözlənilməz bir xəbər və ya ani təklif maliyyə baxımından qapılar açır. Tələsik qərar verməyin, amma fürsəti qaçırmayın. Buğa, pul axını sabitləşir. Kiçik, amma davamlı qazanc gətirən bir addım bugün uğur verir. Əkizlər, danışıqlar, mesajlaşma və əlaqələrdən pul gəliri mümkündür. Uğur ünsiyyətdən keçir. Xərçəng, ev, ailə və ya şəxsi planlarla bağlı pul mövzusu gündəmdədir. Sakit qərar uğur gətirir. Şir, uğur diqqət üzərindədir. Özünüzü göstərdiyiniz işdən maddi qayıdış ola bilər. Liderlik təsiri artır. Qız, pulda kiçik qənaət və planlama böyük xeyir gətirir. Uğur detalları düzgün görməkdədir. Tərəzi, əməkdaşlıq və ortaqlıqdan gələn pul axını güclənə bilər. Uğur birlikdə hərəkətdən gəlir. Əqrəb, gizli və ya hələ açıq olmayan bir qazanc qapısı var. Strateji addım bugünü uğurlu edir. Oxatan, uğur genişlənmədədir. Xarici əlaqə, səyahət, onlayn iş və ya yeni ideya pul gətirə bilər. Oğlaq, iş mövzusunda ciddi addım maliyyə uğuru verir. Məsuliyyətli davranış pul axınını gücləndirir. Dolça, qeyri-adi fikir və ya yeni yanaşma pul gətirə bilər. İnnovativ addım bugünün şans nöqtəsidir. Balıq, intuisiyanın diktə etdiyi seçim pulda xeyir verir. Kiçik risk belə düzgün hisslə böyük qayıda bilər.